Ey Allahın qulu, Rəbbinə dua et və bil ki, sən nə yerdə, nə də göydə heç bir şey onu aciz qoya bilməyən bir Rəbbin huzurundasan. Bil ki, o bir şey istədikdə ona yalnız ol deyər, o da dərhal olar. Bil ki, göylərin və yerin xəzinələri onun əlindədir. Yerdə və göydə Allahı aciz edə biləcək heç bir şey yoxdur. O hər şeyi biləndir, hər şeyə qadirdir. Dua haqqında bir misal çəkin, məsələ daha da aydın olsun. Təsəvvür et ki, sənə deyirlər. Bir insan var, sənin ehtiyaclarını ödəyə bilər. Sən də onun yanına gəlib, problemini danışmağa başlayırsan. Mənim başıma falan hadisə gəldi, belə bir çətinliyim var, buna düçar oldum, sonra da belə oldu. Nəticədə isə sənin məqsədin ya maddi köməklik almaq, ya müalicə üçün vasitəçilik tapmaq, ya təqaüd, hədiyyə və başqa bir ehtiyacını əldə etməkdir. Sizə Allaha and verirəm. Biz Rəbbimizlə dua edərkən də belə edirikmi? Ona halımızı ərz edirikmi? Deyirik, ey Rəbbim, başıma bunlar gəldi, bunlarla üzləşdim. Demək ki, Rəbbim bilir, demək xəbərdardır. Bəli, o bilir, lakin o bunları sənin eşitməyi sevir. Bəli, Allaha and olsun ki, o qulunu israrla istəməsini, yalvarmasını, acizliyini və ehtiyacını bildirməsini sevir. De, ey Rəbbim, artıq taqətim tükəndi. Ey Rəbbim, həyatım mənə ağırlaşdı. Ey Rəbbim, xəstəlik məni yordu. Ey Rəbbim, bu məsələ məni narahat etdi. Qəlbim sıxıldı. Dərdini Rəbbinə danış, şikayətini Allaha et. Allaha tam yəqinliklə dua et, israrla dua et. Rəbbinə danış, dualarında ona münacat et. Səni düşündürən şeyləri ona söylə. Arzularından, ümidlərindən, çatmaq istədiyin gələcəyindən danış. Dua zamanı Rəbbinlə söhbət et. Allah elə bir bəndəni sevir ki, dua etmək üçün ona yönələr. Uzun-uzadı münacət edər. Bəzən başını aşağı salar, bəzən ağlayar, bəzən sevinər, bəzən təbəssüm edər. O Rəbbi ilə təklikdə qalarkən hansı hisslərinin bir-birinə qarışdığını heç kəs bilməz. Lakin həqiqətən də o Allahla münacət edir. Onunla danışır, ona halını ərz edir. O bilir ki, Allah onu eşidir, onun halından xəbərdardır. O anlayır ki, israrlı yalvarışı ilə və təvazökarlığı ilə Allaha yaxınlaşır, Allahın sevdiyi əməllərlə onun məhəbbətini qazanmağa çalışır.